Əbu Bəsir Allahın nazil etdiyi bu ayə barəsində İmam Sadiq əleyhissalamdan sual edir. Sual edir ki, Yəbnə Rasulullah, Allah ki Quranda buyurur, qu ənfusakum və əhlikum nara, özünüzü və ailinizi cəhənnəm odundan qoruyuz. Bu nəfs mənimdir, mən eləyə bilərəm öz nəfsimi qoruyam günahdan. Elədir? Necə öz ailəmin, xanımımın, övladımın, qızımın, oğlumun nəfsin kontrol eləyə bilmirəm mən. Bu barədə Həzrət göstəriş verir. Bir göstərişi işarə edəcək. Birinci məsələ nədir? Peyğəmbər buyurur ki, özünüz yaxşı iş görürüz. Deyir, bir ananın 4 övladı olur. 4'ü də yaxşı övladı olur. Sual eləyirlər. Sizin ki 4 övladınız var, maşallah olsun, 4'ü də gözəl, təqvalı, tərbiyəli, yaxşı övladdılar. Nə etdiniz ki, bunlar bu cür tərbiyələndi? Cavabını verir. Deyir ki, o şeyləri ki, o yaxşı şeyləri ki, istəyirdim övladlarım onu eləsinlər, əvvəl özüm eləyirdim. Hansı şeyləri övladlarımdan istəyirdim? Necə istəyirdim övladlarım olalar? O şeyləri mən özüm əvvəl elədim. Övladlarım da onu etdilər. Peyğəmbər də buyurur ki, birincisi nədir? İf'alul xayrə. Özünüz yaxşı olunuz. Özünüz yaxşı işlər görürüz. İkincisi, Həzrət buyurur ki, uşaqlarınıza Allahı xatırladınız. Mənası o deməkdir. Təsbihi verəsən uşağın əlinə, deyəsən ki, dayanmadan denən Subhanallah, la ilahe illallah. Yəni bir evdə ki yaşayırsınız, uşaq ki sizin evinizdə dünyaya göz açır, göz açandan görsün ki, siz Allahla mənəvi bağlantınız var. Üləma gözəl bir misal vurur. Deyir, necə? Necə ola bilər bu məsələ? Deyir, məsələn, bir evdə ki, istəyirlər, toy eləsinlər, hər hansı bir bayram keçirsinlər, ad günü qeyd eləsinlər, heç kəs cəsarət eləmir, günah eləsin. Nümunəsi budur. Uşaqlar əvvəlcədən o qədər Allah zikri ilə tərbiyələniblər, yadlarına düşmür və cürət eləmirlər, Allahdan qorxurlar ki, bu olmaz. Bir tərəfdən namaz qılıb, bir tərəfdən haram toya gedir. Övlad da baxır buna, ailə uşaq da baxır buna. Görür ki, vəziyyət o deyir ki, bu deyir. Özü əməl eləmir. Uşaqlar göz açandan evdə namaz görürlər, oruz görürlər, Allahın zikrini görürlər. Görürlər televizora baxanda, bir haram musiqi olduqda atası, anası söndürür, kanalı dəyişir. Ya məsələn, qeybətə gedəndə söhbət dərhal dayanırlar. Misallar gətirirəm. Buna oxşar məsələlər. Uşaq bunu görür. Bunu yaddaşında saxlayır. Üçüncüdə Allah Rəsulü buyurdu Cabir ibn Abdullah Ənsariyə. Və'muruhum bil ma'ruf. Ailə uşağınızı yaxşılığa dəvət edirsiniz. Bu üçüncüsü. Dördüncüsü vənhahum anil munkar. Ailənizi və uşaqlarınızı pislikdən çəkindirsiniz. Siz bu cür onları cəhənnəmdən qoruya bilərsiniz. Ki Quran buyurur, qu ənfusakum və əhlikum. Özünüzü və ailənizi cəhənnəmdən qoruyuz. Necə eləyə bilərsiniz? Yaxşılığa dəvət etməklə və pislikdən çəkindirməklə. O ki, Əbu Bəsir İmam-ı Sadiq əleyhissalama ərz eləyir, mən öz nəfsimi saxlaya bilərəm. Necə öz ailə uşağımın nəfsini saxlayayım? Həzrət ona buyurur. Buyurur ki, onları Allah istəyənə dəvət elə. Əmr be məruf elə. Və Allah nədən çəkindirib, sən də onları çəkindir. Əgər sənə itaət etsələr, onları bu təqdirdə cəhənnəmdən qorumuş olursan. Sən əmr be məruf, nəhyəz münkərvi elə. Ailə uşağı yaxşılığa dəvət elə, pisliklərdən çəkindir. Əgər qulaq assalar,
Bu yolla sən onlara nicat verirsən, cəhənnəmdən qoruyursan. Əgər yox, itaət etməsələr, daha sənin öhdündə bir məsuliyyət yoxdur, sən vəzifə icra etmirsən. Həzrət 4 məsələni vurğuladı. Buyurdu ki, onları yaxşılığa dəvət elə, pisliklərdən çəkindir.